həm köçdən əvvəl, həm də köçdən sonra biz keçmiş məcburi köçkünlərimizi aktiv məşğulluq tədbirləri ilə əhatə edirik. Bu praktiki olaraq belə özünü ehtiva edir ki, köçdən əvvəl müəyyən olunmuş siyahılar üzrə biz iş aparırıq. Bu şəxslərin hər biri ilə fərdi qaydada görüşürük, onların məşğulluq imkanlarını qiymətləndiririk və bu qiymətləndirmə nəticəsində onlar üçün uyğun olan aktiv məşğulluq tədbirlərinin onlara tətbiqi istiqamətində iş aparırıq. Köçdən sonrakı prosesdə də eyni qaydada artıq bilavasitə həmin ərazilərdə biz həmin şəxslərlə işi davam etdiririk, müəyyən olunmuş məşğulluq tədbirlərinə onların cəlb olunması üçün addımlar atırıq. Və bu prosesdə qeyd edeyim ki, bizə işə götürənlər bizim sosial tərəfdaşlarımızdır. Çox geniş bizə orada dəstək verirlər. Əsas hədəfimiz bizim işə götürənlərlə birlikdə həmin ərazilərdə yaradılan iş yerlərinə ilk növbədə qayıtmış şəxslərin həmin iş yerlərində deməli işlə təmin olunmasıdır. Yəni bizim qiymətləndirmələrimiz əsasında biz işə götürənlərlə iş aparırıq. İşə götürənin elan elədiyi o vakansiyalara uyğunluq məsələsi var. Yəni keçmiş məcburi köçkünlərin bilik, bacarığı həmin vakansiya üzrə iş yerlərinə uyğun olduqda, eyni zamanda o iş yeri də bizim keçmiş məcburi köçkünü qane etdikdə biz həmin şəxslərin həmin iş yerlərində işlə təmin olunması istiqamətində deməli addım ata bilirik.